Azad, necə evdir? Baxdın da xoşuna gəldi. Maşallah, əla. 3 otaqdan ibarətdir. Eyvanı da genişdir. İsti pollandır. Bax əsas məsələdir. İçində də qismən mebelidir. Mətbəx mebeli var, yataq dəsti var. Yəni yaşayırlar hal-hazırda. Çünki yüngül mebellər var. Gəl, hə, deməli 2 sot yarımdan çoxdur, paket kupsadır. Evimiz harda yerləşir? Maşlara qəsəbəsi, Savalan yaşayış massivi. David marketin yaxınlığıdır əzizlərimiz. Avtobus dayanacağının arası bir 200-250 metr məsafədədir. Bir də ki, məktəbə də yaxındır. 28 nömrəli məktəbə yaxındır. Evimizin sağ tərəfindən arxasında keçidi var idi. Evimiz özü üçün inşa olunan evdir. Necə? Yəni burada makro evlərdə orada 5 dənə, 10 dənə ev yoxdur, təkdir. Bir dənədir. Hə, bir dənədir bu evdən, qardaşım. Bax, dəhlizimiz də yəni dəhliz, mətbəx, hamam otağı, bir də eyvanıdır bura. Eyvan da isti döşəmədir. Kombisi də var. 28'lik kombidir, qardaşım. Daxil olaq evin içinə. Özü geniş 3 otaq olsa da geniş 3 otaqdır. Hə, necədir qardaşım? Əla da. Geniş 3 otaq, özü üçün tikilən 3 otaq. Burada qardaşım yerləşir bizim nə? Qonaq otağımız. Pərdələrində kimi var. Çılçırağı da asılıb, radiatorlarımız var. Qonaq otağı mebeli yoxdur. Bir də ki, yataq otağının birinin mebeli yoxdur. Burada qardaşım yerləşir bizdə mətbəx mebelimiz. Keyfiyyətli və bahalı. İsti döşəmədir. Yəni xanımların ən sevimli otağı isti döşəmədir. Paltaryanı bir dənə götürəcəklər arkadaş evdən. Bir də şəxsi əşyalar da özünə aid olan. Hə. Azad bax, bir dənə də yataq otağı buradadır. Görsən bax. Yataq dəsti, dolabı, zadı hamısı var. Gəl. Bir dənə də yataq otağımız qardaşım buradadır. Evimiz 110 kvadrat. Otaqlarımız genişdir. Özdə otaqlarımızın pəncərəsində heç bir divara söykənməyib. Tam havalı və işıqlıdır. Burada hamam otağımızda asma tavanla, isti döşəmə ilə, kabina yeri də bax buradadır. İstəyən adam kabinanı da yığdıra bilər. Boydadırımız da var. Həm evin, həm torpağın kupsası ilə. Start qiymətimiz 105 min manatdır. Real alıcıya 105 min manatdan endirim olunacaq. Səhifə nömrəmiz qeyd olunub. Əlaqə saxlayın, götürək göstərin. Qəşəng, gözəl ev axtaranlar bu evlə əlaqə saxlasınlar. Sağ olun, bu günə bu qədər.